Doğma parası oğlu yolladı. Benim oğlum üstüne. Niye bilmiyorsun? Umut bil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bir insan ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində 17 il müddətli azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimdə cəza çəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu verilməyən dəyişdirilmədən saxlanılsın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Şirinov Hüseyin Əvəzoğlu barəsində narkomaniyadan məcburi müalicə növündə ciddi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Boşalma.